Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, ekranda belə bir tənliklər sistemini görürük. Orada tənliklər sistemini həll etdikdən sonra x üstü 4 üstəgəl y üstü 4 cəmini tapmağımızı istəyirlər bizdən. Deməli, tənliklər sisteminə diqqətlə fikir versək, burada nəyə fikir versək? Deməli, yuxarı və aşağı hissəyə fikir versək, burada aşağı hissədə x minus y fərqi verilib. Müxtəsər vurma düsturlarının köməyi ilə, kvadratlar fərqi düsturunun köməyi ilə biz bu sistem tənliyi rahatlıqla həll edə bilərik. X kvadratı minus y kvadratının açılışına diqqətlə fikir verək. X minus y vurulsun. X üstəgəl y düsturunun köməyi ilə mən bu tənliklər sistemini həll edəcəm. Deməli, burada x minus y, bunu bərabərləşdirəcəm 8-ə. Və aşağıda verilib ki, x minus y fərqi 2-dir. Gəlib burada x minus y-in yerinə 2 yazsam, 2 vurulsun x üstəgəl y bərabərdir 8 və x minus y bərabərdir 2. Deməli, burada x üstəgəl y bərabərdir. Hər tərəfini 2-yə bölsəm, 4 alıram. Aşağı hissəni olduğu kimi köçürürəm. X minus y bərabərdir 2. Tənliyi olduğu kimi köçürdüm. Deməli, tənliklər sisteminin həll etməyin müxtəlif yolları var. Toplama üsulu ilə bu tənliklər sistemini həll edək. Tərəf-tərəfə toplayaq. Burada tərəf-tərəfə topladıqda y-lar islah olunacaq. Qalacaq 2x bərabərdir. 4 ilə 2-ni topladıqda 6. Və buradan x-i mən 3 alıram. X-i 3 aldıqda həm yuxarıda, həm də aşağıda istədiyim yerdə əvəz eləyə bilərəm. Gəlirəm burada, məsələn, x minus y bərabərdir 2 fərqində x-in yerinə 3 qoyuram. 3 minus y bərabərdir 2. Buradan y-i tapsaq, y bərabərdir 1 olacaq. Y-i 1 tapdıq, x-i isə 2 tapdıq. Deməli, x-i 2 tapdıq, x-i 3 tapdıq. Üzülü sayın, x-i 3 tapdıq, y-i isə 1 tapdıq. Deməli, bizdən istəyirdi ki, x üstü 4 üstəgəl y üstü 4 cəmini tapaq. Deməli, x-in yerinə 3 üstü 4 yazıram, y-in yerinə 1 üstü 4 yazırıq. 3 üstü 4, 3-ü 4 dəfə öz-özünə vurmaq deməkdir. 3 üstü 4, 81. 1 üstü 4 də elə 1 eləyəcək. Bunun qiyməti olduğu 82. Ümid edirəm, hər şey aydın oldu uşaqlar. Nə aydın olmasa və yaxud da qaranlıq qalan bir hissə varsa, kommentlərdə bildirə bilərsiniz. Sağ olun.